özü de dağıdan. Neye göre gönderdin Kur'an'ı bize? Eğer gönderecekse bu şeytanı bize. Din iman əvəzinə pul ile qurulur təməl. Sonra gözümüzü yoruq deməli çatıb əcəl. Məgər budur mu bizim həyatımızın mənası? Bu cür yaşamağın de nədir faydası? Bir yanda azadlıq, bir yanda zindan, bir yanda din iman, bir yanda şeytan, bir yanda gəl, bir yanda zülm. Əvvəlimiz ana bətni, sonumuz ölüm. Gözümüzdən görünməyən pərdələr asılır. Pərdənin arxasında kim bilir nələr yazılır. Bəlkə də yazılır bəxtimizin acı üzü, bəlkə də yazılır acı bəxtimizin yüzü. Yaşadıkca bu dünyada ömrümüz gedir bada, cismimiz torpaqda qalır, ruhumuz uçur səmada. Bu da bir ömür payıdır, çıxışda var girişdə. Həyat yolumuzda yoxuşda var enişdə. Yoruldum adamların saxta üzünü görməkdən. Yoruldum deməkdən. Yoruldum mən hər şeyin düzü bilməkdən. Neyse bir sözlə yoruldum. Yoruldum demeden sözün düzünü